Faytonçu Nazimin ödünü çıxardan məqamda qaraciyarını zədələyiblər, qaraciyarını dağıdıblar. Sonra yəni Nazimin bugünkü gün sağ olması İsrail və Türkiyə tibinin sahəsindədir. Bugünkü gün Allah canını sağ eləsin, çox hörmət etdiyimiz, çox dəyərli Murad Dadaşov xəstələnəndə imkanı olduğuna görə Avropaya gedir. Bəli, çünki yaşamaq istəyir. Bugünkü gün pulu olan adam əgər ən azı İrana və ya Türkiyəyə gedirsə müalicə olunmağa, deməli səhiyyənin vəziyyəti Ruscadır hələ ki. Əzizim İdris, bir-birimizi gözəl tanıyırıq. Mən Dünya TV-də çalışanda bir neçə də müğənnilərlə, onda yadınıza gəlir də, onların prodüseri kimi fəaliyyət göstərirdiniz, meneceri kimi gəlirdiniz onlarla Dünya TV-yə. Mən sizinlə həm razıyam, həm razı deyiləm. Bütün sahələrdə keyfiyyətsiz insanlar var. Yəni sənətinə, peşəsinə laqeyd yanaşan, sevməyən, peşəsinin sirlərini dəqiq bilməyən, hər şeyə laqeyd yanaşan, hər şeyi pul üzərində quran peşə sahiblərimiz çoxdur. Həkimləri deyirsiniz ki, faytonçu Nazimin əməliyyat edəndə qaraciyərini zədələdilər, bağırsağını zədələdilər, ürəyini zədələdilər, məsəl üçün də hamısını zədələdilər. Yəni belə çıxır ki, bizdə həkim yoxdur. Bizdə gözəl həkimlər var. Əgər doğrudan da bizdə gözəl həkimlər yoxdursa, bu Xəzər TV, ARB TV, OBC TV bu həkimləri otuzdururlar verilişlərdə, külli miqdarda pullar alırlar, bunları reklamlayırlar. Murad Dadaşov getdi xaricdə əməliyyat olundu. Bütün günü də həkimlər bu TV-dədir. Daha aparıcılar bunları bilirsiniz necə təqdim edir. Birinci, ilk, yoxdur, super, nə bilim, nə. Həkimləri elə təqdim edirlər ki, deyirsən yox, dünyada bir dənə Azərbaycanda həkimlər, bir dənə Xəzər TV-nin, ARB TV-nin, nə bilim, o birisi TV-nin, bu birisi TV-nin, Space TV-sinin, yəni bu TV-lərin hər birisi həkimlərin reklamına məşğul olur. Bunu hər birimiz də görürük və laqeyd də qala bilmirik, həmən o həkimlərin yanına qaçırıq. Yaxşı, doğrudan da həkimlər pisdirsə, doğrudan da TV rəhbərləri, alimlərimiz, professorlarımız, iş adamlarımız, millət vəkillərimiz gedib, nə bilim, Avropa ölkələrində ən çox, Türkiyədə çox inanmırlar, ən çox Avropa ölkələrinə gedirlər. Məsəl üçün, Avropa deyəndə ki, biz də Avropa ölkəsi sayılırıq, bizim bir 20%-imiz Avropa xəttinin üstündədir, amma biz sırf Avropa olan ölkələri nəzərdə tuturuq ki, gedib orada əməliyyat olunurlar, müalicə olunurlar və TV-lərin rəhbərləri, TV-də çalışanlar, onların özləri də bir axın edir xaricə. Bəs niyə həkimləri reklamlayırsınız? Adama bilirsiniz nə deyərlər? Onlardan alınan pullara haramınız olsun.